Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizə köməkçi niksələrindən qoşma haqqında məlumat verəcəm. Qoşma adından da göründüyü kimi qoşma. İsmin müəyyən hallarına qoşulacaq və müxtəlif mənaçalar yaradacaq. Bu mənaçaları demək nə deməkdir? Məna növləri olacaq da qoşmanın. Birgəlik mənası verə bilər, müqayisə, bənzətmə, istiqamət, aidlik, zaman və s. Qoşma ismin bütün hallarına qoşulmaz. Qoşma qoşulacaq ismin hansı hallarına qoşulur? Deməli uşaqlar, ismin bu hallarına qoşulacaq. Adlıq, yəlik, yönlük, çıxışlıq hallarına qoşular, müəyyən mənaçalar yaradar. Məsələn, adlıq hala qoşulan tutaq ki, deyək ki, Murad kimi. Bənzətmə mənası yaratdı. Kimi qoşması. Və yaxud deyək ki, sənin üçün. Sənin üçün burada nə mənası verəcək? Sənin üçün gəlmişəm, məqsəd bildirəcək. Yönlük hala qoşulan evə tərəf. Burada da mənası olacaq istiqamət. Çıxışlıq, səbəb də bildirər çıxışlığa qoşulan. Məsələn, ötürü, səndən ötürü və çıxışlıq hala qoşulan zaman bildirər. Deyirəm ki, dərsdən əvvəl, dərsdən sonra və s. Deməli, təsirliklə yerlik hala qoşulmaz qoşmalar. Uşaqlar, yadımızda qalsın ki, qoşmalar digər köməkçilərdən fərqi budur ki, qoşmalar qrammatik şəkilçi qəbul edə bilər. İstisna olaraq, məsələn, deyək ki, sənin kimilər və qoşulduğu sözlə bərabər cümlə üzvü olar. Deyək ki, sənin kimilər çoxdur. Çoxdur kim? Sənin kimilər. Burada kimi qoşmasıdır. Lər qəbul etdi və bir yerdə mübtəda oldu və qoşmanın qoşulduğu tək başına qoşma ilə söz qoşulub cümlə üzvü olacaqsa, həmin cümlə üzvü sadədir. Çünki bu söz birləşməsi yaratmadı. Sadəcə qoşmalı sözdür. Sadə mübtədadır. Və yaxud deyir ki, məsələn, sənin kimilərdəndir. Görün, isimə aid neçə qrammatik şəkilçi qəbul etdi. Sənin kimilərdəndir. Üçünü də qəbul etdi. Yəni, cəm, hal, xəbərlik. Və xəbərlik var deyə üçü bir yerdə xəbər olacaq. Deməli, qoşmanın digər köməkçilərdən fərqi budur ki, həm qrammatik şəkilçi qəbul edə bilər üzərinə, həm də qoşulduğu sözlə bərabər cümlə üzvü olacaq. Yəni, o qoşulduğunu əsasən biləcək, mənasına baxacaq, zaman bildirəcəksə zaman, zərfliyi də ola bilər, bunlara fikir verəcək. Uşaqlar, tək hecalı qoşmalar sözə bitişik yazılacaq. Tək hecalı qoşmalar sözə bitişik yazılır. Ümumiyyətlə, məsələn, gördünüz ki, tək sözə bitişik yazılıbsa, bilin ki, oradakı bənzətmə bildirən qoşmadır. Və tək qoşması, yəni qoşma kimi olanda heç vaxt o ayrı yazıla bilməz. Məsələn, deyək ki, sənin tək oxuyur. Təki götürün sözdə, yəni cümlədə kimi ilə əvəz edin. Sənin tək, sənin kimi oxuyur. Nə baş verdi? Bənzətmə mənasını bildirdi. Deməli, nə oldu? Bu qoşma imiş. Və yaxud evədək məsafə bildirən qoşma bitişik yazılacaq. Evəcən, səhərəcən bitişik yazılacaq. Və yaxud deyək ki, dəryaca ağlın olsa. Bunun qaydasını deyəcəm. Dəryaca ağlın olsa. Buradakıca qoşmadır. Deməli, bitişik yazılacaq. Bir dənə istisna sözümüz var ki, uşaqlar, xas qoşmasıdır və tək hecalı olsa da ayrı yazılacaq. Məsələn, deyək ki, sənə xas. Sənə xas, mənə xas, aidlik bildirən qoşmadır. Uşaqlar, bu sözlər haqqında, naminə, uğrunda, üçün, ötürü, görə, savayı, can-cəm, bunlar yalnız qoşma kimi işlənə bilir. Yalnız qoşma kimi ona görə deyirəm ki, başqa niksəsi ola bilməz. Amma bəzi, yəni bir çox qoşmalar var ki, başqa niksələrlə amonimli olacaq. Bunlar haqqında, naminə, uğrunda, savayı. Və bu ötürü-ilə ötərini səhv salmayaq. Ötəri zərfdir, ötəri zərfdir. Bax, məsələn, deyək ki, ötəri baxmaq, ötəri baxdı, necə baxdı, ötəri baxdı. Hətta düzəltmə zərfdir. Amma biz deyə bilmərik ki, səndən ötəri darıxmışam. Biz deməliyik ki, səndən ötürü darıxmışam. Bu səbəb bildirən qoşma olacaq. Səndən ötəri səhv olacaq. Yəni, həm məna cəhətdən belə, leksik mənaya görə pozulacaq. Yanlışdır. Bu belə. Davam edirik uşaqlar qoşmaların amonimliyi ilə. Tərəf sözü qoşma da ola bilər, uşaqlar qoşma. Bir də tərəf sözü ola bilər isim.
Bu necə olacaq? Əgər yadınızda qalsın ki, bu tərəf yönlü hallı sözə qoşulubsa, o zaman orada tərəf qoşmadır. Məktəbə tərəf, məktəbə sarı, yəni sarı ilə əvəz edə bilirəm, istiqamət bildirirsə qoşmadır. Amma tərəf sözünün özünün üstündə əgər hal şəkilsi, yönlü hal varsa, başqa bir hal varsa, evin tərəfi, məktəbin tərəfi, o zaman bu tərəf sözü özü isimdir. Yəni hal qəbul edibsə, yadımızda qalsın. Yönlüyə qoşulub məqsəd bildirəcəksə, daha doğrusu istiqamət bildirəcəksə, özü qoşmadır. Tək sözünün işləndiyi məqamlar. Tək sözü sifət kimi işlənə bilir. Məsələn, deyək ki, tək adam. Necə adam? İsmin önündə gələr, necə sualına cavab verir? Onlar sifət. Tək zərf kimi işlənə bilər uşaqlar. Tək yaşayır. Necə yaşayır? Feilin önündə gəlib, hərəkətin önündə gəlib. Necə, nə cür sualına cavab verərsə olacaq zərf. Amma onun tək, sənin tək bitişik yazılıbsa, bənzətmə bildirirsə, burada olacaq qoşma. Tək sözü ədat da ola bilər uşaqlar. Təki ədat kimi necə işlədəcəyik? Əgər təki yalnızla əvəz edə bilirəmsə, ədatda. Məsələn, deyirəm ki, tək sənə inanıram, tək sənə inanır, yalnız sənə inanır. Ədat kimi olanda dedik ki, yalnızla əvəz etsək, qüvvətləndirəcəksə tək sözü olacaq ədat. Doğru sözü uşaqlar, doğru sifət kimi də işlənə bilir. Məsələn, deyək ki, doğru söz, necə söz? Hətta biz bunu çaşdırmayaq, desək ki, sözün doğrusu adama təsir edir. Yəni, əgər vergülsüz filan işlənibsə, sözün doğrusuna inanmır. Burada inanmır. Nəyə? Sözün doğru. Bu doğru sifətdir, doğrusuna isimləşib. Və ya bu doğru sözü, məsələn, desək ki, doğru danış. Necə danış? Doğru danış. Burada doğru sözü olacaq zərf. Nə tərzə danış? Amma evə doğru, evə sarı istiqamət bildirsə, burada olacaq nə? Qoşma. Yadınızda qalsın. Sonra əvvəl sonra. Daha çox bu əvvəl sonra. Dandənlə daha çox bax 99% işlənərsə, orada əvvəl sonra qoşmadır. Və bir qayda da deyirəm ki, məsələn deyirəm ki, dərsdən sonra iclas oldu. Oldu. Nə oldu? İclas, yəni baş verdi. Sonra dərsdən iclas oldu deyə bilmirəm ki, uşaqlar, yerini gətirib dəyişəndə cümlədə məna itəcəksə, deməli bu qoşmadır. Qoşulduğu sözün yanında qalacaq və onunla bərabər məna bildirəcək. Məsələn, dərsdən sonra iclas oldu. Sonra dərsdən iclas oldu deyə bilmirəm. Deməli, çıxışığın yanında gəlib biz onun yerini dəyişə bilmiriksə, zaman məzmunu bildirəcəksə, o qoşmadır. Qoşulduğu sözlə bərabər bir suala cavab verib, qoşulduğu sözlə bərabər mənaçaları zaman mənası yaradacaq. Müstəqil yox. Amma desək ki, sonra gələrsən, sonra gedərik. Əgər gördünüz ki, sonra sözü, əvvəl sözü müstəqil şəkildə işlənibsə, həm zərfdir cümlədə, yəni həm ilk səsi kimi zərfdir, həm də zərflikdir. Amma bəzən istisna olaraq uşaqlar, bəzən nə baş verir? İndi gəlin buna baxaq uşaqlar. Deməli, mən burada yazmışam ki, baxın, qatardan əvvəl bacım düşdü. Bax, indi burada dandənin yanında əvvəl gəlibsə, dandəndən sonra əvvəl gəlibsə, o demək deyil ki, bu qoşmadır. Gəlin yerini dəyişək. Məsələn, bunu buradan çıxartdıq. Əvvəl qatardan bacım düşdü. Görürsünüz, yerini dəyişə bildim. Yerini dəyişə bilirəmsə, demək bu əsas nitq hissəsidir. Köməkçidə biz bunu edə bilmərik. Əsasda biz bunu edə bilərik. Yəni, hər dandəndən sonra işlənən əvvəl və ya sonra bu qoşma deyil. Amma bəri dandəndən sonra işlənibsə, həmişə qoşmadır. Məsələn, dünəndən, həmişə deməyək, yenə də. Dünəndən bəri, çünki bizim dilimiz istisnalıdır, həmişə yox. Dünəndən bəri yağır. Yəni, zaman bildirərsə, dünəndən bəri yağır. Nə zamandan bəri? Dünən, nə zamandan? Dünəndən bəri. Amma bəri bura mənasını verərsə, məsələn, deyək ki, bəri gəl. Bəri gəl, yəni bura gəl desəm, burada olacaq yer zərfi. Uşaqlar, qədər sözü qoşmada ola bilir, qədər sözü isimdə ola bilir.
Əgər qədər sözünü biz məsafə bildirən, yəni yönlü hala qoşulub məsafə bildirməsini görəcəksə, sarı ilə, məsələn, kəndə qədər, daha doğrusu kəndədək, dəklə əvəz edə bilsək, o olacaq qoşma. Kəndə qədər piyada getdik, kəndədək məsafə bildirdi burada. Əgər qədər sözü tale mənasını verəcəksə, orada isimdir. Onun qədəri belədir, onun taleyi belədir. Kimi sözü qoşmada ola bilir, kimi sözü əvəzlik də ola bilir. Əgər əvəzli olacaqsa, həmin o kimi sözü olacaq qeyri-müəyyən əvəzliyi. Qeyri-müəyyən yadınızda qalsın. Sual əvəzliyindən heç vaxt olmaz. Başlanğıc formalar fərqlidir. Kimi yazır, kimi oxuyur. Bax, kimi, bunun da kimi. Amma sual əvəzliyi olanda onun başlanğıc forması fərqlidir. Amonimlərdə də başlanğıc forma eyni olmalıdır. Bunun başlanğıcı kimdir? Ona görə bu olmaz. Sual əvəzli olmaz. Sarı sözü rəng bildirə bilər. Sarı sözü məsafə bildirə bilər. Sarı sözü daha istiqamət bildirəcək. Feil ola bilər. Məsələn, deyirəm ki, sənə sarı it gəlir. Sənə tərəf it gəlir. Sarı don necə? Burada sifətdir. Yaranı sarı, yaranı sarımaq feil olacaq. Qeyri, başqa, özgə, savayı sözlərini uşaqlar nə edəcəyik? Əgər biz qoşma kimi işlətməyi istəyiriksə, o zaman dan-dən çıxışıq hala qoşacağıq və savayı mənasını verəcək. Səndən qeyri, səndən başqa, səndən özgə, səndən savayı heç kimim yoxdur. Hətta bu qeyri, başqa, özgə, əlavə, savayı mənasını verəcəksə qoşmadır. Yəni savayı da yalnız qoşma olacaq. Özgə sözünü siz isimin cəm şəkilçisi və yaxud mənsubiyyət, hal şəkilçisi ilə işlənmiş görsəniz, özgəsini çağırma. O zaman orada özgə sözü sifətdir və isimləşib. Özgə, özgəsi, özgəsini. Yəni yad adamla söhbət gedir. Burada olacaq qoşma. Uşaqlar, ilə qoşma ola bilər. İlə bağlayıcı ola bilər. Biz onu necə fərqləndirəcəyik? Əgər laləni və ilə əvəz edə biliriksə, lanı götürüb yerinə və qoya biliriksə, xəbər də cəmdədirsə bağlayıcıdır. Həsən və Cəfər getdilər. Yox, əgər la ilə birləşdirmə vasitə bildirəcəksə, kim ilə, nə ilə sualına cavab verir və ilə də əvəz edə bilmirəmsə, o zaman qoşmadır. Şamil bacısı ilə gəlmişdi. Kimi ilə gəlmişdi? Vasitə bildirən nədir? Məsələn, deyirəm ki, qələmlə yazdım. Qələmlə yazdım, yəni qələm vasitəsi ilə yazdım. Və yaxud qatarla getdi. Bir də uşaqlar, sadalanma gördünüz, lalə konkret isimlərin üstündə sadalanıbsa, orada lalə qoşulur. Baxın, siz burada deyə bilməzsiniz ki, gül və çiçək olmaz. Əgər sadalanıbsa, konkret isimlərin üstündədirsə, nə sualına cavab verirsə, orada la qoşma olacaq. Yəni, qoşmadır, yadınızda qalsın. Çünki və burada elə vergül və deməkdir. Yəni, əlavə və ya gül və çiçək və deyə bilmərik axı. Heç vaxt lalə bağlayıcı kimi sadalanmaz. Və bir də sadalanma olanda, məsələn, deyirəm ki, hünərlə, heyrətlə, yəni hər elə sadalanma varsa, o qoşma deyil. Lalə gördünüz necə, nə tərzdə sualına cavab verir, sadalanır cümlədə. Hünərlə döyüşdülər, heyrətlə döyüşdülər, nə bilim, baxdılar, hünərlə, heyrətlə, cəsarətlə sadalanıb. Burada zərf düzəldən leksik şəkilçidir. Necə, nə tərzdə? Bunu yadda saxlayırsınız. Cacəni ilə ilə, qədərlə, görə ilə əvəz edə biliriksə, bu zaman olacaq cacə qoşma. Məsələn, deyək ki, dəryaca ağlın olsa, dərya qədər ağlın olsa. Dəryaca ağlın olsa. Burada olacaq dərya qədər deyə bilirəmsə qoşmadır. Və yaxud uşaqlar, mənaca növləri. Canı götürüb ortaya qrammatik şəkilçi yerləşdirə bilərik. Mənsubiyyət, yönlü, mənaca növləri, mənasına görə növləri. Götürdüm, mən ora qrammatik şəkilçi yerləşdirdim. Çünki kök elə qaldı yerində, heç bir şey dəyişmədi. Bax, bunu yadda saxlayırsınız. Məsələn, deyək ki, yol boyunca güllər əkilmişdi. Yol boyunca güllər əkilmişdi. Güllər əkilib. Burada yol boyunca, yol boyu ilə güllər əkilib. Bunu yadda saxlayın ki, bu zaman ca qoşma olacaq. Bəzi sözlər var ki, sizi çaşdıra bilər. Məsələn, deyir ki,
yeməyi doyunca yedi. Doyunca yedi sözündə doyunca bu feili bağlamadır. Doyana qədər yedi deyə bilmərik ki. Deyə bilirik, amma burada dəyişə bilmərik. Burada siz buna heç nə deyə bilməzsiniz. Bu feili bağlamadır. Yəni orada doyana qədər deyirəm, qoşmadır, yox. Bu olmaz. Və ya sifətlərin üstündə, məsələn, körpəcə, xırdaca, zorbaca, bunlarda qoşulan sonra cacə ədat olacaq. Yadınızda qalsın. Və yaxud sayların üstünə qoşulan ikicə. C burada ədatdır. Sadə, asta, yavaş, yavaşca, asta, astaca. Bunlardakı da ədatdır. Yəni bunlar heç leksik də deyil. Dil bildirənlər də bəli. Məsələn, rusdan rusca, latından latınca. Bu olacaq artıq leksik şəkilçi, yəni zərf düzəltdi. Zərf oldu birbaşa. Leksik şəkilçi oldu. Bunları yadda saxlayırıq. Sonra məsələn onlarca, yüzlərcə, onlarca bütövlükdə burada say düzəldən şəkilçidir. Daha burada ca qoşma deyil. Yadınızda qalsın. Qoşma ilə bağlı əsas məqamları sizə dedim. Ümid edirəm ki, sizə faydalı olar.